Salam əziz balalar. Bugünkü mövzumuza başlamazdan əvvəl qeyd edim ki, biz artıq 8-ci bölmənin 2-ci fəslinə başlayırıq. Bu fəsil nəsihət adlanır. Fəslin adı ilə bağlı söz boğçasında müəyyən məlumatlar əldə edəcəyik. Elə isə gəlin fəslin ilk mövzusuna keçək. Bu mövzu Ruminin məsləhəti adlanır. Amma bu mətnlə tanış olmazdan əvvəl istərdim A tapşırığının şərtinə bir dənə diqqət edək. Şərtdə deyilir ki, hər hansı bir problemlə qarşılaşanda kimdən məsləhət alırsınız? Nəyə görə məhz həmin şəxsə müraciət edirsiniz? Sizcə məsləhət vermək asandır, yoxsa ona əməl etmək? Əminəm ki, hər biriniz artıq bu sualların cavabını verməyə tələsirsiniz. Siz cavablandırın, mən isə artıq sizə mətnin bir hissəsini oxuyum. Keçmiş zamanlarda Cəlaləddin Rumi adlı müdrik bir şair var imiş. Hamı ona hörmət edər, onun məsləhətlərinə qulaq asarmış. Bir gün qonşu qadın oğlu ilə onun yanına gəlib deyir: "Şair, mənim oğlum həddən artıq şəkər yeyir. Nə qədər desəm də xeyri yoxdur. Xahiş edirəm, siz ona deyin ki, çox şəkər yeməsin." Şair başını aşağı salıb dedi: "Gedin, 2 həftədən sonra gələrsiniz." Hadisələrin necə davam etdiyini oxumağı sizə həvalə edirəm. Mətni oxuyun, daha sonra söz boğçasındakı sözlərin mənası ilə tanış olaq. Nəsihət. Nəsihət, öyüd, yol göstərici, tərbiyəvi sözlər deməkdir. Əgər xatırlayırsınızsa, elə fəslimizin adı da nəsihət deməkdir. Bəs aludə olmaq nədir? Aludə olmaq, tutulmaq, mübtəla olmaq, qapılmaq, başı qızışmaq mənasında işlədilir. Əl çəkmək, tərk etmək, dayandırmaq, vərdiş etdiyi bir şeydən imtina etmək, uzaqlaşmaq, aralanmaq mənasındadır. Bəs vərdiş nədir? Vərdiş, təcrübə, adət etmə, dadanma deməkdir. Məsələn, mətndə deyilirdi: "Xanım, mən də uşaqlıqdan şəkərə aludə idim." Yəni, şəkərə dadanmışdım, şəkərə qapılmışdım. Uşağa məsləhət vermək üçün gərək bu vərdişdən, yəni bu adətdən əl çəkəydim. Yəni, uzaqlaşaydım, imtina edəydim və s. Ki versəniz, elə bir cümlənin içində bizim öyrəndiyimiz 3 sözün 3-ü də yer almışdı. İndi isə gəlin mətnlə bağlı tapşırıqlara keçək. İlk tapşırığımız B tapşırığı olacaq. Şərtdə deyilir ki, mətnə əsasən suallara cavab verin. Həmişə olduğu kimi mətni oxuduqdan sonra mətni necə oxuduğumuzu müəyyən etmək üçün mütləq sualları cavablandırmalıyıq. Qonşu qadın oğlunu nə üçün Ruminin yanına gətirmişdi? Əlbəttə ki, o həddindən artıq şəkər yeyirdi və gətirmişdi ki, Rumi ona məsləhət versin. Bəs Rumi nə üçün uşağa dərhal məsləhət vermədi? Çünki özü də şəkər aludəçisi idi və uşağa məsləhət verməzdən öncə gərək əvvəlcə özü bu vərdişdən əl çəkəydi. Keçək növbəti tapşırığımıza. Düşün və cavab ver rubrikasının ilk tapşırığı C tapşırığıdır və bu tapşırığın şərtində deyilir: Uşaqla anası Rumidən məsləhət almaq üçün neçə gün gözlədilər? Gəlin bir daha mətnimizə qayıdaq. Əgər xatırlayırsınızsa, ilk dəfə şair onlara dedi ki, gedin 2 həftədən sonra gələrsiniz. Daha sonra isə yenə də qadına deyir ki, 2 həftədən sonra qadın oğlu ilə bir də gəldi və Rumi bu dəfə onlara deyir ki, gedin 1 həftədə gözləyin. Deməli, belə çıxır ki, ümumilikdə onlar 3 həftə gözləməli olurlar. 3 həftə isə 21 günə bərabərdir. Çünki bir həftəmiz 7 gündür. Beləliklə, sualın cavabını tapdıq. Uşaqla anası Rumidən məsləhət almaq üçün 21 gün gözlədilər. Keçək növbəti tapşırığımıza. Hansı fikir mətnin ideyasına daha çox uyğun gəlir? Müdrik insanların sözünə əməl etmək lazımdır. Şəkər yemək sağlamlığa ziyandır. Başqalarına verdiyin məsləhətə əvvəlcə özün əməl etməlisən. Əslində hər 3 fikir mətnin məzmununa uyğundur, lakin ideyasına uyğun gələn fikir isə məhz B bəndindəki fikir olacaqdır. Çünki Rumi özü də uşağa məsləhət verməzdən əvvəl
Birinci növbədə düşündü ki, gərək mən özüm bu vərdişdən əl çəkim ki, başqalarına da məsləhət verim. Keçək növbəti tapşırığımıza. Aşağıdakı nəsihətləri oxuyun, fikirləri əsaslandırmaq üçün uyğun cümlələr artırın. Nümunəyə baxaq. Hər kəsi görən zaman ona salam ver ki, hamı səni nəzakətli adam kimi tanısın. Onu da qeyd edim ki, bax bu tapşırıqda verilmiş nəsihətlər Abbasqulu Ağa Bakıxanovun nəsihətləridir. Onun da uşaqlar üçün çoxlu nəsihətləri var. Gəlin nəsihətləri oxuyaq və bu nəsihətlərin davamını tapmaq üçün biz gərək kitabın səhifəsini tərsinə çevirək. Çünki sarı zolağın içində məhz həmin nəsihətlərin davamı verilmişdir. Elə isə gəlin sarı vərəqi çevirək və nəsihətləri ardıcıl olaraq oxuyaq. Bir adamı ehtiyac içində görəndə ona kömək et ki, sənin bir şeyə ehtiyacın olanda başqaları da sənə kömək etsin. Yalan danışmaqdan çəkin, çünki hər kəs sənin bu xasiyyətini bilsə, doğru sözünə də inanmaz. Ağıldan və elmdən daha yaxşı bir dövlət yoxdur, çünki onlar həmişə səninlə olar və heç kəs onları sənin əlindən ala bilməz. Bax, belə uşaqlar, bugünkü dərsimizdə bu tapşırıqla sona çatdı. Növbəti dərsdə görüşmək ümidi ilə hələlik.